Oktyabrın 8-də Azərbaycan Milli İncəsənət Muzeyində əməkdar rəssam, professor Arif Ələsgərovun Köhnə Bakılı Həsrət və Duyğular adlı fərdi sərgisi açılıb. Tədbirdə muzeyin direktoru Şirin Məlikova, tanınmış rəssam və sənətşünaslar çıxış edərək müəllifin yaradıcılığından və Azərbaycan təsviri sənətinə verdiyi töhfələrdən danışıblar. Bu sərgi əməkdar rəssam, professor Arif Ələsgərovun 80 illik yubileyinə həsr olunub və bu sərgidə retrospektiv şəkildə onun yaradıcılığı nümayiş olunur. Müxtəlif dövrlərdə, illərdə yaradılan həm rəngkarlıq, həm qrafika əsərləri və hətta son illər ərzində ərsəyə gətirdiyi əsərlər bu sərgidə nümayiş olunur. Demək lazımdır ki, sərginin ruhu çox gözəldir, ab-havası çox gözəldir, çox rəngarəngdir. Burada sanki Azərbaycanın müxtəlif bölgələri, ilk növbədə də Abşeronun tipajları nümayiş olunur. İçəri şəhərin nostalji mənzərələri, sonra Arif Ələsgərov öz qrafika əsərləri ilə məşhurdur və bütün o silsilə burada demək olar ki, nümayiş olunur. Arif müəllimlə bu sərgidə görüşmək mənim üçün çox xoşdur. Çünki bizim gənclik xatirələrimiz bir yerdə olub. Biz həmişə görüşəndə içəri şəhəri gəzirdik və bir rəssam kimi həmişə mübahisələrimiz olurdu. Arifin bu işlərinə baxanda mən görürəm ki, o əsl Azərbaycan, əsl Abşeron rəssamıdır. Arif müəllimin əsərləri, qrafik əsərləri mənə daha yaxındır. Çünki mən bildiyiniz kimi heykəltaraşam və bu qrafik əsərlərində mən formalar görürəm. Gözəl insan bədən formalarıdır, kağızda yerləşdirməsidir. Arif müəllim böyük rəssamdır. Bu xüsusi bir sərgidir. Çünki bugün bizim burada çok məşhur desem az olar, çok sevimli ve böyük bir nəslin, böyük bir zamanı, bədii zamanı bize təqdim edən bir rəssamdır Arif müəllim. Ne güzel ki burada onun retrospektividir. Biz həm onun grafik əsərlərini görürük, grafikaya keçən rəngarlıq əsərlərini və xüsusilə sonuncu zalda o son illərdə yaranan əsərləridir ki, rəssamın elə bilir ki, bütün iç duygularını bir meditasiya kimi, bir uzun hekayə kimi çalışıb ki, bizə danışsın. Təşəkkürümüzü bildiririk Mədəniyyət Nazirinə, muzeyin rəhbərliyinə ki, belə gözəl sərgidə nəinki rəssam özü, bura toplanan insanlar artıq böyük bir bədii devrin nümayəndələridir və mən ümid edirəm ki, belə sərgilər çox olacaq. İlk növbədə onu qeyd edə bilərəm ki, müsbət təəssüratlar yaratdı məndə bu sərgi. Ələlxüsusla ona görə ki, Arif müəllimin, görkəmli qrafik rəssamımız Arif Ələsgərin əsərlərində bir milli motivlər. Arif müəllimin yaradıcılığı özü də çox şaxəlidir. Bu mənada çox şaxəlidir ki, həm dəzgah qrafikasının müxtəlif sahələrində öz yaradıcılıq əsərlərini nümayiş etdirir bu sərgidə. Həm də onun fikir versək, sərgidə nümayiş olunan əsərlər arasında xüsusilə tək qrafika yox, rəngkarlıq əsərləri də var. Biz onun əgər yaradıcılığını dövrlərə bölsək, 70-ci illər, 80-ci illər, 90-cı illər demək olar ki, bütün əsərlərində qrafika özünü göstərir. Amma 2000-ci illərdən etibarən rəngkarlıq əsərləri, xüsusilə kətan üzərində yağlı boya texnikası ilə çəkilmiş əsərləri üstünlük təşkil edir. Bununla yanaşı Arif müəllimin yaradıcılığında realist üslubu digər üsluba nisbətən üstünlük təşkil edir. Amma son dövr əsərlərində, xüsusən 2000-2010-cu illər əsərlərinə baxsaq, əsasda yağlı boya ilə işlənmiş əsərlərində müəyyən mənada mücərrəd təsvirlərə də rast gəlmək olur. Qeyd edək ki, Köhnə Bakılı Həsrət və Duyğular sərgisi 26 oktyabr 2025-ci il tarixinədək ziyarətçilər üçün açıq olacaq. Azərbaycan Milli İncəsənət Muzeyi.